Azərbaycanın qərbi də, şərqi də, şimalı da, cənubu da eynidir. Amma bu eyniliyi bir-birinə bağlayan, qədimlikdə və gözəllikdə bir-biri ilə yarışan nadir tarixi mədəni incilər var. Mövzumuz Azərbaycanın qərbi və ya Qərbi Azərbaycandır. Hər qarış tarix, hər daşı yaddaş olan torpaqdır. Bura İrəvan, Göyçə, Zəngəzur, Dərələyəzdir. Bura Vedibasar, bura Zəngibasardır. Azərbaycan mədəniyyətinin beşiyindəki ulu diyardır. Bu yerlərin nəinki coğrafiyamızın bir parçası, eyni zamanda milli yaddaşımızın, kimliyimizin simvollarından biridir. Zamanın sərt sınaqlarını zorla dəyişdirən sərhədlərə və köç məcburiyyətinə rəğmən bu torpaqlar bizim ruhumuzda və yaddaşımızda yaşayır. Azərbaycanın bir zamanlar ayrılmaz parçası olan Qərbi Azərbaycan torpaqları min illər boyu mədəniyyətimizin tərkib hissəsi olub. 19-cu əsrin əvvəllərində regionda siyasi maraqları olan böyük dövlətlərin dəstəyi ilə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan Kürəkçay müqaviləsi, Rusiya və İran dövlətləri arasında bağlanan Gülüstan, Türkmənçay müqaviləsi, daha sonra isə Türkiyə və İran arasında bağlanan Ədirnə sülh müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsi siyasəti həyata keçirilib. Bölgənin erməniləşdirilməsi siyasətini həyata keçirmək məqsədi ilə İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına start verilib. 1918-ci il mayın 28-də Ermənistan Respublikası Daşnaqlar tərəfindən qədim Azərbaycan ərazisi olan keçmiş İrəvan xanlığı ərazisində yaradılıb. Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan Azərbaycandan ayrı salınıb. Beləliklə bu ekspansiyalar təkcə qədim mahallarımızı Azərbaycandan ayırmadı, həm də orada yaşayan yüz minlərlə soydaşımızın deportasiyasına səbəb oldu. Ötən əsrdə 2 dəfə deportasiyaya, etnik təmizləməyə və soyqırıma məruz qalan soydaşlarımız orada böyük bir irs qoyub gəldilər. Son 200 ildə tarixi torpaqlarımızda soydaşlarımıza qarşı sayı hesabı olmayan etnik təmizləmə, deportasiya, soyqırımı siyasəti həyata keçirilib və bütün bunların nəticəsi olaraq sonuncu deportasiya zamanı, yəni Qarabağ münaqişəsinin ilk mərhələsində 1987-1991-ci illərdə soydaşlarımız Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisindən sonuncu nəfərinə qədər ermənilər tərəfindən qovulub çıxarıldı. Mən şəxsən həmin deportasiyanı mən, ailəm, kətçilərim öz taleyində yaşayan insanlardanıq. Və sonuncu deportasiya zamanı 1988-ci ilin payızında öz doğma kəndimizi tərk eləmək məcburiyyətində qalanlardanıq. Və təbii ki, ilk gündən də vətən həsrəti, yurd ağrısı bizim taleyimizdən keçən bir məsələ olubdur. Təbii ki, vətən itirmək çox ağır bir məsələdir. Cənab Prezident çıxışında, həmin 24 dekabrdakı çıxışında xüsusi olaraq vurğuladı ki, bu insanlar öz tarixi torpaqlarına qayıtmalıdırlar. Bu, beynəlxalq hüquqa tam söykənən bir məsələdir və həmin insanların, ümumiyyətlə bütün beynəlxalq sənədlərdə insanların öz doğma ata-baba yurdunda yaşamaq, ora sərbəst gedib gəlmək onun təməl hüquqları sırasındadır. Yəni, heç bir beynəlxalq hüquq buna yox deyə bilməz və Cənab Prezident qəti şəkildə bildirdi ki, bu insanlar öz tarixi torpaqlarına qayıtmalıdırlar. Və ilk növbədə insanlarımız bu tarixi ədalətin qələbə çalacağına inanmalıdırlar. Müsahibimizin təbirincə desək, soydaşlarımız öncə bu həqiqətə inanmalı, bu amal uğrunda mübarizə aparmalıdırlar. O torpaqlar bizim yaşamaq hüququmuzun olduğu ərazilərdir. Buna bizim həm tarixi, həm də hüquqi haqqımız çatır. Qərbi Azərbaycan tarixi Azərbaycan tarixinin önəmli hissələrindən biridir. Azərbaycanlıların kompakt yaşadığı və uzun əsrlərlə mədəniyyət yaratdığı bu regionda insan əli ilə yaradılan nümunələrdə soydaşlarımızın izləri danılmazdır. Bunu o bölgədə böyüyüb boya başa çatan istənilən Azərbaycanlı yaddaşına həkk edib. Mən uşaqlıq illərində o dağlarda çox olmuşam. Bütün o bulaqları, yer adları, bütün yer adları deyərdim ki, öz yaşlılarıma görə
Bəli. Yer adları hamısı bir-bir mənim xatirimdədir. Hansı yer adları var, o yer adların hamısında olmuşam, ayaq basmışam və oraları öz qəlbimdə o uşağın qəlbi ağ kağız olan kimi o ağ kağızı elə bir vərəqə mənim beynimdə həkk olunub. O yerlərin adları, o bulaqlar, o təpələr, o dərələr, kənd yerləri və bizim kənd yerlərində məzarlıqlar, onların hamısını bir-bir gedib məzarlıqları, daşların üstünü oxuyardım. Baxardım ki, burada nə olub. Yaşlılar, yaşlı nəslimiz bizə danışardı. Bunlar olardı. Biz hətta orada yaşayanda düşünməzdik ki, yəni bugünkü vaxt belə bir zaman gəlib yetişər. Erməni xislətinə biz inanmırdıq ki, yəni bunlar nə vaxtsa baş qaldırar. Düşünməzdiniz ki, öz el-obanızdan, doğulduğunuz torpaqdan qovulasınız, doğrumu? Yəni ağlınıza gəlməzdi. Heç vaxt ağlımıza gəlməzdi ki, biz doğma kəndimizi tərk eləyək, doğma kəndimizdən aralı düşək. Qərbi Azərbaycan ərazisində tarixi abidələr kifayət qədər çoxluq təşkil edir. Ərazidə İslama qədərki Alban dövrünə aid xeyli monastırlar, kurqanlar mövcuddur ki, bu da Azərbaycanın hər yerində olduğu kimi burada da antik Qafqaz Albaniyası, Türk Qıpçaq irsini özündə əks etdirir. Bundan əlavə Ağadədə ziyarətgahı, Ağbulaq qəbirstanlıqları, Ağdatun kəndində qədim türbə, Ağudi qəbirüstü abidəsi, Aşağı Talın qalası, Balıqçı kənd məscidi, Pir Hüseyn türbəsi, Çırpılı karvansarası, Dəmirbulaq körpüsü, Göy məscid, İrəvan qalası, İrəvanda Göy məscid kompleksi, Loru qalası, Qıpçaq məbədi və sair kimi mədəniyyət abidələri Qərbi Azərbaycanın memarlıq arxitektura simasıdır. Əlimizdə tarixi mənbələr var, xəritələr var, statistik məlumatlar var. Onların ən etibarlılarından biri də 7-ci əsr abidəsi Kitab-ı Dədə Qorqud dastanıdır. Kitab-ı Dədə Qorqud dastanında Altıntaq yaşayış məntəqəsinin adı çəkilir. Altıntaq yaşayış məntəqəsi Kəbər rayonunda, sonra da Kamov rayonu adlandırıldı. İndi onu qavar eləyiblər. Qavar güya mahal deməkdir. Elə qavar elə Kəbər sözü. Qədim Türk tayfasının adıdır. Kəbər rayonunda yerləşir. 18-ci əsrin mənbəyində bunu həm Rus dilli mənbədə Chopin'in əsərində, həm erməni dilli mənbədə Zaven Gorgodyanın əsərində 1728-ci ilin İrəvan əyalətinin icmal dəftəri Azərbaycan dilli mənbədə də Altıntaq yaşayış məntəqəsinin adı çəkilir və onun illik gəliri 4200 akçe olub. Təsəvvür eləyin ki, Kitab-ı Dədə Qorqud dastanında 7-ci əsr abidəsi olan orada Altıntaq yaşayış məntəqəsinin adı çəkilir. Artıq 18-ci əsr yazılı mənbələrində Altıntaqın yaşayış məntəqəsi kimi hətta gəliri göstərilir. Deməli, o ərazinin köklü sakinləri Azərbaycanlılar olub, Dədə Qorqudun Oğuzları olubdur və sonradan Oğuz tayfaları olub. Bəli, Oğuz tayfaları olub. Zaman 1828-ci ildən sonra dediyimiz məlum sülh müqaviləsindən sonra ermənilər xaricdən indiki Ermənistan ərazisində, o cümlədən Cənubi Qafqaza, Qarabağa, bizim Qarabağ ərazimizə də köçürülüb yerləşdirilmişdir. Dahi siyasətçi, ümummilli lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti və uğurlu diplomatiyası sayəsində mənfur və nankor ermənilərin zaman-zaman 1905, 1906, 1918, 1920, 1948, 1953 və ən son 1988, 1991-ci illərdə xalqımıza qarşı həyata keçirdiyi soyqırım və deportasiya siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin təbliği bu əzəli torpaqlarımızdan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə müdafiə olunması sahəsində böyük uğurlar qazanılıb. Ölkə başçımızın siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 2020-ci ildə 44 günlük vətən müharibəsində qazanılan möhtəşəm qələbə ilə torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, xalqımızın birmənalı hüququ olan Qərbi Azərbaycana qayıdış üçün də yeni üfüqlər açdı.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan icmasının inzibati binasına gəlişi, burada prinsipial mövqeyə əsaslanan proqram xarakterli çıxış etməsi xalqımızda Qərbi Azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına əminlik və böyük ruh yüksəkliyi yaratdı. Ölkə başçısının bilavasitə göstərişi əsasında Qərbi Azərbaycan icmasının fəaliyyətinin konseptual xarakterli çərçivə sənədi Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlandı. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahalıdır. Bunu gənc nəsil də bilməlidir və dünya da bilməlidir. Və şadam ki, bu məsələ ilə bağlı bizim tarixi torpaqlarımızın tarixi ilə bağlı indi samballı elmi əsərlər yaradılır. Filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə daha fəal olmalıyıq bu istiqamətdə və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır. Və biz, Azərbaycanlılar, bu tarixi torpaqlara qayıtmalıyıq. Bugün Qərbi Azərbaycana qayıdış prosesi təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cənubi Qafqazda uzun müddətli sülh və sabitliyin təmin edilməsinə xidmət edir. Ermənistan bu prosesə maneə törətməməli, regionda dayanıqlı sülhün qurulmasına əngəl olmamalıdır. Bugün dünya ictimaiyyəti, böyük beynəlxalq təşkilatlar Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı Ermənistana lazımi təzyiqlər göstərməlidir. Bu, Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinin zidd hərəkətlərin sona çatdırılması və deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpası baxımından böyük önəm daşıyır. Azərbaycanın diplomatik səyləri ilə bu məsələdə dünya ictimaiyyətinin fəal iştirakını təmin etməyə yönəlmişdir. Qərbi Azərbaycana qayıdış, Azərbaycan xalqının milli birliyini gücləndirən, tarixi ədaləti bərpa edən və regional sülhə töhfə verən mühüm bir hədəfdir. Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına sülh yolu ilə qayıtmaq hüququna sahibdir. Onların bu istiqamətdə prinsipial mövqeləri və arzuları var. Sadə həqiqət odur ki, istər Ermənistan tərəfi, istərsə də dünyanın həlledici təşkilatları qaçqın düşən soydaşlarımızın mənəvi, hüquqi və tarixi haqlarını tanımalı və bu istiqamətdə addım atmalıdırlar. Göyçə, Zəngəzur, Dərələyəz, Vidibasar, Zəngibasar, Ağbabadan olan soydaşlarımız əmindirlər ki, o torpaqlar uzaqda olmadığı kimi, ora qayıdacaqları günlər də uzaqda deyil.